Peyğəmbər Həzrəti Fatiməyə İmam Hüseynin şəhadətini xəbər verdi. Müsibətlərdən danışdı, Həzrəti Zəhra ağladı. Ağlayandan sonra dedi, ata dedi, bəli. Dedi, o zaman kim sağ olacaq? Dedi, qızım, nə sən, nə mən, nə Əli. Həzrəti Zəhra daha möhkəm ağladı. Nə anası, nə atası oradadır, nə babası. Elə möhkəm ağladı. Ondan sonra dedi ki, biz kim əza saxlayacaq mənim balama? Fəqalə nəbi ya Fatimə. Ay Fatimə, İnnə nisaə ümməti yəbkun əla nisaə əhli beyti. Və ricaluhum yəbkun əla ricali əhli beyti. Kişilər də əza saxlayar, xanımlar da əza saxlayar. Maraqlı tərəf budur. Yücəddidunəl əza cilən bə'də cil fi kulli sənə. Ay qızım, sənə bir söz deyim. Hər il nəsillər Hüseynə əza saxlayar. Bir nəsil bu əzanı digər nəslə yetişdirər. O nəsillər olacaq həmişə.